Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli 27.05-in qurğundan Paştavoy getdikdə yolun sağında yerləşən balıq kafesinə çox yaxın bir ərazidə mən belə baxıram, deməli pafaxdır, 4 sotdan çoxdur, ancaq sənəddə olduğu kimi deyil. Deməliyəm 4 sot torpaqda 2 ədəd daşınmaz əmlak satılır. Hal-hazırda həmin daşım həyət evlərinin birində yerləşirəm. Bax, buranın ölçüsü 5-in 6-yadır. Bax, bura deməli otaqlardan biridir, kombi sistemidir. Bax, bu həyət evinə o sözü deyə bilərəm. Bir neçə dəfə ola bilsin təkrar etdim. Əla və keyfiyyətli təmir olunub. Yəni bunun mən sizə görmək mümkündür. Bax, bura zalıdır. Zalın ölçüsü 5-in 7-yədir. Yine tekrar edirəm, kombi sistemidir. 2 qat kubiklə hörülüb, kürsülüdür. Bu həyət evində bax, deməli bir böyük salı, bir böyük otağın, bir orta ölçüdə otaq, üçüncü otağın ölçüsü isə detski komnatadır. Orada bir balaca kiçikdir. Bura ikinci otaqdır. Deməli 2 ədəd daşınmaz əmlakın qiyməti 110.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura isə deməli detski komnatadır. Hər bir otaqda istili sistemi var, yəni kombisi var. Bundan başqa piti minutkadır. Bax, deməli burada bir böyük zal, 3 ədəd otaq. Bura isə mətbəxidir. Mətbəxin ölçüsü 5-in 5-ədir. Mətbəx mebeli evdə qalacaq. Bu həyət evinin, bax bu konkretin bu həyət evinə aiddir. 2 ədəd hamamı var. Bax, bura deməli mətbəxdən daxil olmaq mümkündür. Bura birinci hamamdır. Yenidən mən sizə mətbəx mebelini göstərirəm. Sənədi sərəncamdır. Arxiv var, layihəsi var. Qiyməti 110.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Koridor proyektlidir. Yenidən mən sizə bax bu deməli otaqların necə yerləşməyini göstərdim. Qapıdan giriş hissəsi dəmirdir. Bura isə ikinci hamamdır. İkinci hamam navisinin alt hissəsində yerləşir. Bax, yenə təkrar edirəm bu sözü. Əla və keyfiyyətli təmir olunub. Bax, bu ikinci hamamın necə təmir olunduğunu göstərirəm. Bu kombi sistemidir. İstili sistemi bu həyət evlərində piti minutkadır. Bura isə bu zonadır. Bax, belə bir deməli 4 sotdan çox torpaq sayəsində 2 ədəd daşınmaz əmlakın qiyməti 110.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda deməli mən navisin alt hissəsində yerləşirəm. Bura deməli 12-nin 5-ədir. Bax, bu cürdür. İndisə mən darvazadan giriş hissəsinə yaxınlaşıram. Bax, yenidən mən navisin alt hissəsini sizə göstərdim. Onu da deyim ki, hər iki həyət evinin öz darvazası var. Ancaq bir sənəd üzərindədir. Yenidən mən sizə deməli kürsülü olmağını göstərirəm. Yəni 4 pilləkən yuxarı qalxsam 2 qat kubiklə hörülüb. Navisin alt hissəsini görmək mümkündür. Qiymətin 110.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. 3 ədəd bakı var. İkisi 2 tonluq, biri 1 tonluq. Bura deməli, burada isə mənə elə gəlir ki, harca ondan çox ağac növü var. Yəni bu həyət evinə aiddir. Qarşıda badvalı var. Badvalı 4-ün 4-ədir. 4 tərəfdən kubiklə hörülüb. İndi isə ikinci həyət evinə keçirəm. Mən daşınmaz əmlak tərəfə. Yəni bunların arasında bax belə bir qapı var. Belə bir dəmir qapıdır. Burada isə bir zal, bir otaqdır. Bu zalın ölçüsü 4-ün 5-ədir. Bax, yenidən mən sizə zalını göstərim. Burada bax, ikinci deməli daşınmaz əmlakda bir zal, bir otaq. Başlayın. Bura isə otaqlardan biridir, yəni bir otaqdır. 4-ün 6-yadır, hündürdür. Yenidən mən sizə göstərirəm. Bax, deməli bu 2 ədəd daşınmaz əmlakın qiyməti 110.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Burası mətbəxidir. Mətbəx mebeli burada da evdə qalır. Bax, burada da deməli istili sistemi piti minutkadır. İndi mən hamamına keçirəm. Bax, hamamın bax gördüyünüz kimi təmirlidir.
böyükdür, elə də kiçik deyil. Yenə mən sizə hamamını göstərim. İnsə bax məhəlləsinə çıxıram. Bax burada bir balaca başqa cürdür. Yəni dediyim kimi darvazası var. Bax bura ikinci həyət evinin məhəlləsidir. Elə də kiçik deyil. Burada ölçü hardasa bax bu məhəllənin mən elə gəlir ki, hardasa 5-in 6-ya olar, bəlkə də böyükdür. Yenidən ikinci həyətin məhəlləsini göstərirəm. Bax belə bir 2 ədəd daşınmaz əmlakın qiymətin 110 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.